Salam, axşamınız xeyir olsun, əziz qrup üzvləri. Salamlayıram hər birinizi. Deməli, bugünkü mövzumuz məktəbəqədər təhsilin sonunda uşaqlarda formalaşdırılan səriştələr olacaq. Dediyim kimi, biz ardıcıllıqla gedirik. Hər gün mən sizə dərslər təşkil edəcəm. Təkrar biliyin anasıdır deyiblər. Bəzi xanımlar üçün daha çox təkrar ola bilər, bəlkə də bəziləriniz üçün o qədər təkrar olmaya bilər. Yeni hazırlığa qoşulan xanımlar da ola bilər. Yəni, daha tezindən hazırlığa başlayan xanımlar üçün, belə deyim ki, tanış olan dərslərin üst-üstə təkrar olmağı daha tanış olur, daha çox dinləmiş, eşitmiş, işləmiş olur üzərinə. Amma yeni qoşulan xanımlara bir o qədər daha çox təkrar lazımdır mütləq şəkildə. Deməli, ilk öncə bunu qeyd edim ki, məktəbəqədər təhsilin sonunda uşaqlarda formalaşdırılan səriştələr təsnifatına uyğun olaraq qruplaşdırılır və 3 qrupa bölünür. Təfəkkürlə bağlı olan səriştələr, fəaliyyətlə bağlı olan səriştələr və dəyərlərlə bağlı olan səriştələr. Və həmin səriştələrin özlərinə məxsus xüsusiyyətləri vardır. Deməli, xanımlar, mən dediyim kimi, mütləq şəkildə siz yazmağınız lazımdır. Mütləq, mən ay yazmıram, vaxtım yoxdur desəniz, həqiqətən bu alınmır. Baxın, məsəl üçün, dünənki dərsimizdə inkişaf sahələrindən idi. Mütləq yazmağınız lazımdır, daha yaxşı öyrənirsiniz. Baxın, bu məsəl üçün, bu səriştələrdir, bunu da yazmağınız lazımdır. Yəni, qarışdırmamağınız üçün, tam aydın ayıra bilməyiniz üçün onu yazmalısınız ki, daha yaxşı öyrənə biləsiniz. Deməli, birinci səriştəmiz olan təfəkkürlə bağlı olan səriştələrimizi qeyd edək. Deməli, təfəkkürlə bağlı olan səriştələrimiz yaradıcılıq, kreativlik, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə, müstəqil öyrənmə. İkinci, fəaliyyətlə bağlı olan səriştəmiz. Fəaliyyətlə bağlı olan səriştələrimizi qeyd edirik. Ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı. İndi isə üçüncü qrupumuz olan dəyərlərlə bağlı olan səriştələrimizi qeyd edirik. Milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, deməli, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət və mədəni müxtəlifliyə hörmət. İndi isə, əziz müəllimələr, bütün bu səriştələrin özünə məxsus xüsusiyyətlərinin açıqlamasını verirəm. Deməli, təfəkkürlə bağlı olan səriştələrimizin birinci xüsusiyyəti yaradıcılıq, kreativlik. Deməli, nədir yaradıcılıq, kreativlik? Əşyalardan qeyri-adi formada istifadə edir, plastilindən nəyinsə düzəldilməsi, rəngli kağızdan nəyinsə düzəldilməsi və s. Bunu misal göstərə bilərik. Və təfəkkürlə bağlı olan səriştəmizin ikinci xüsusiyyəti tənqidi təfəkkür. Yəni, nədir tənqidi təfəkkür? Bildiyi və yeni informasiya arasında eyniliyi və fərqliyi müəyyənləşdirə bilir. Və yaxud da nəyin pis, nəyin yaxşı olduğunu, nəyin mənfi cəhət, nəyin müsbət cəhət olduğunu bilir. Yəni, tənqidi təfəkkür, tənqidi fikirlər ifadə edə bilir. Bunu əziz müəllimlər, tənqidi sözü ilə, təhqir sözü ilə, başqa sözlərlə qarışdırmayın. Tənqidi təfəkkür, tənqidi fikir söyləmək, yəni mənfi və ya müsbət fikir söyləmək deməkdir və təfəkkürlə bağlı olan səriştəmizin üçüncü xüsusiyyəti problem həll etmədir. Problem həll etmə nədir? Yəni adından da məlum olduğu kimi problemlərin həlli ilə bağlı ehtimallar irəli sürə bilir və təfəkkürlə bağlı olan səriştəmizin digər xüsusiyyəti qərar qəbul etmədir. Yəni, hər hansı bir situasiya zamanı qərar qəbul edə bilir və daha sonra isə təfəkkürlə bağlı olan səriştəmizin digər xüsusiyyəti müstəqil öyrənmədir. Yəni, adından da məlum olduğu kimi müstəqil öyrənməyə maraq göstərir. Yəni, özü heç kimin köməkliyi olmadan sərbəst şəkildə öyrənməyə maraq göstərir. İndi isə digər səriştəmiz olan fəaliyyətlə bağlı olan səriştəmizin ünsiyyət xüsusiyyəti haqqında danışaq. Yəni, ünsiyyət nədir? Ünsiyyət etiketlərinə riayət edə bilir. Yəni, ünsiyyət qura bilir, fikrini ifadə edə bilir. Əməkdaşlıq. Əməkdaşlıq, yəni kollektiv fəaliyyətdə iştirak qaydalarına bələddir. Qayda qanuna, yəni kollektivdə necə, hansı qayda qanuna riayət edəcəyinə bələddir. Rəqəmsal savadlılıq. Rəqəmsal savadlılıq müəllimələr harda informasiya, kommunikasiya, texnologiya, İKT görsəniz, bunlar qarşınıza çıxsa, bilin ki, bu nədir?
Bu rəqəmsal savadlılıqdır. İnformasiya savadlılığı informasiya barədə ilkin biliklərə malikdir. Yəni informasiya qəbul edə bilir və informasiyanı ötürə bilir. Bu nədir? Bu informasiya savadlılığıdır. Maliyyə savadlılığı pul və qənaət barədə məlumatlıdır. Harda puldan bəhs edilirsə, qənaətdən bəhs edilirsə, deməli bu nədir? Bu maliyyə savadlılığıdır. İndi isə gələk dəyərlərlə bağlı olan səriştəmizə. Milli kimliyin dərki və milli iftixar hissi. Deməli, bu nədir? Harda görsəniz ki, dövlət rəmizlərini tanıyır, gerbimiz, himnimiz, bütün bunlar haqqında bayrağımız məlumatlıdırsa, deməli, bu hansı səriştəmizə aiddir? Milli kimliyin dərki və milli iftixar hissi. Fəal vətəndaş mövqeyi. Yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır. Yəni, harda yaşadığı haqqında ölkə və yaxud da ki, rayon, şəhər, harda yaşayır və onu belə deyək ki, hansı abidələri var, rayonumuzun hansı kəndləri var və s. Bütün bunlar haqqında məlumatlıdırsa, bu fəal vətəndaş mövqeyi səriştəmizə aid ediləcək. Şəxsi və sosial məsuliyyət nədir? Davranış qaydalarıdır, davranış mədəniyyətidir. Bunun haqqında məlumatlıdırsa, deməli bu səriştəmiz şəxsi və sosial məsuliyyət səriştəmizdir. Yəni, məsəl üçün, cəmiyyət içərisində özünü apara bilir, digərlərin narahat olmasını necə davranmaq lazımdır, bütün bunlar haqqında məlumatlıdır. Demokratiya və insan hüquqlarına hörmət, yəni adından da məlum olduğu kimi, insan hüquqları barədə təsəvvürə malikdir. Yəni, insanların hansı hüquqları vardır, bütün bunlar haqqında təsəvvürlərə malikdir. Və dəyərlərlə bağlı olan səriştəmizin sonuncu xüsusiyyəti mədəni müxtəlifliyə hörmətdir. Yəni, bu nədir? Mədəni müxtəliflik barədə məlumatlıdır. Məsəl üçün, qrupa digər ölkədən, məsəl üçün Rusiyadan, Yaponiyadan, ola bilər Rusiyadan uşaq gəlir və müəllimə digər uşaqlara başqa cür davranır və həmin uşağa isə tam fərqli davranır, yəni bərabər imkanlar pozulur. Deməli, bu zaman həmin müəllimənin hansı səriştədən xəbər yoxdur? Mədəni müxtəlifliyə hörmət səriştəsi haqqında məlumatı yoxdur. Belə əziz müəllimələr, mövzumuz səriştələr haqqında mövzumuz bu qədər. Və səsi saxlaya-saxlaya dinləyə bilərsiniz, materialdan oxuya bilərsiniz. Yəni, öz üzərinizdə mütləq şəkildə qeydlər apara bilərsiniz. Bu səriştələr haqqında mövzumuz bu qədər.